Bura bizim təqdimata birbaşa başlayır qonaq otağından. Bura bizim qonaq otağımızdır. Qabağında eyvanı var. Eyvandan da birbaşa arxası açıqdır, günçən mənzildir. Buyurub baxa bilərsiniz. Məktəb uşaq bağçası binanın bir addımlığında yerləşir. Dəyərli izləyicilərimiz, bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsindən daxil oluruq. Belə bir dəhliz xol hissəsi bizi qarşıladı. Məndən burada girişdən sağda, sol tərəfdə qonaq otağıdır. Sağda isə burada gördüyünüz kimi sanitar qovşağı sanuzeli. Orada mətbəx otağının yerində eləyiblər. Yataq otağı, qarşısında mətbəxi. Bura bizim mənzilin sanitar qovşağı sanuzeli bir yerdədir. Buyurub baxa bilərsiniz. Burada da bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Bura isə bizim dəyərli izləyicilərimiz gördüyünüz kimi demək, mətbəx əvvəl olub burada. Buranı eləyib yataq otağı, yəni alan şəxs alıb buranı rahatçılıqla kirayə də verə bilər, özündə istifadə edə bilər. Buranı yəni oturmaq üçün də istifadə edə bilər. Bura isə bizdə yəni həyata baxan istiqamətidir. Bax, burada bizdə gördüyünüz kimi Bravo Market düz bizim buradadır, qabaqdadır. Buradan oraya 50 metr məsafədir. Burada da gördüyünüz kimi kuxna mebeli tam şəkildə yerləşdirilmişdir. Yəni eyvan hissədə həmi burada, həmi burada. Buyurub baxa bilərsiniz. Mənzilimiz çox təzə, səliqəli, təmiz mənzildən ibarətdir. Mən ümumi məlumat verim. Yeni Yasamalda Bravo Marketin arxasında 9 mərtəbəli binanın 8-ci mərtəbəsində qaz işıq təminatı daimi sənəd çıxarış olan belə bir mənzili sizlərə çəkib təqdim elədim. İnşaatçılar metrosuna ayaqla 5-7 dəqiqə məsafədə yerləşir. Onu da nəzərinizə çatdırım ki, binamızın həyəti abad həyətdir. Yəni futbol meydançası və burada gördüyünüz kimi hər bir şey həyətdə var. Yəni yaşıllıqdır, oksigen olan həyətdən ibarətdir. Qubça əldədir. Dövlət ipotekası təsdiq olmuş şəxslər buyurub müraciət edə bilər. Mənzilimizdə yəni həyəti çox gözəl, abaddır. Qaz işıq təminatı dediyim kimi daimidir. Tək pasport, qubça hamısı əldədir. Dövlət ipotekası təsdiq olmuş şəxslər müraciət edə bilər. Əlavə nə sual yaranarsa, mənzilə aid səhifədə nömrəmiz qeyd olunub. Buyurun müraciət edə bilərsiniz. Mənzilimizin qiymətini şərh bölməsində qeyd edəcəm. Fikirlərinizi bildirməyi unutmayın. İndi isə sağ olun, yeni bir mənzildə görüşənə qədər.